Hər vaxtınız xeyir olsun değerli izləyicilərim. Bugün hazırladığım belə bir gözəl, möhtəşəm bir tortu sizlərlə də bölüşürəm. İnşallah bu tortumdan da yararlanarsınız və dəstəyinizi əsirgəməzsiniz. Sizdən və yalnız dəstək gözləyirəm. İndi isə keçək torta. Tortu axşamdan yığmışam. Xanımlar, tort özünü səhərə qədər tutub. İndi isə hətta üzərini qanaşlamışam. İndi isə gördüyünüz kimi şəkər xəmirini örtürəm. Şəkər xəmirini də hardasa 3 mm qalınlığında yaymışam. Üzerini gördüyünüz kimi gözəlcə ütü ilə ütülüyürəm. Hər bir tərəfi eyni bərabərdə və səliqəli olsun deyənə. Ütü ilə işləmək mütləqdir. Üst hissəsinə xanımlar, bax belə bir nazik, bacardığım qədər şəkər xəmiri nazik yayıb, yaylıq formasında tortun üst hissəsinə örtürəm. Qırış halında, hamar yox, qırış halında bax belə örtürəm, sonra isə artığını kəsib çıxardıram. Bu biraz da səliqəli görsənir. Tortun hündürlüyü xanımlar 22 santimetrdir. Eni 10 santimetrdir və uzunu 24 santimetrdir. Tortun çəkisi 1 kilo 800'dür. Tərkibi Rafaelladır, vanilli biskvit. Qanaşın və biskvitin hazırlanma qaydası da kanalımda var. Daxil olub izləyə bilərsiniz. Üzərinə Chanel'in emblemini yapıştırdım. Bunu da şəkər kağızından hazırlanmışam. Vafli kağızı deyil. Və bir balaca tortun üzərinə nəmləşdirirəm. Hazırladığım bu yumru dairəni yapıştırıram. Sonra isə silikon formadan çıxartdığım zəncir tutacaqlarını yapıştırıram sumkanın. Belə bir formalarda hər bir şirniyyat ləvazimatları mağazadan əldə edə bilərsiniz. Münasib qiymətlərdə, elə də bahalı bir şey deyil. Xanımlar, inşallah siz də alıb istifadə edərsiniz. Eyni qayda ilə arxa tərəfinə də yapıştırıram. Sonra isə üzərindəki nişastanı nəmli şotka ilə təmizləyirəm. Tortun üzərini mən süni güllərlə xanımlar bəzəyirəm. Bu da müştərinin istəyinə görədir. Buz tərəflərini streçlə bükmüşəm, tortla təmas olmasın. Əgər istəsəniz bunu təbii güllərlə və şəkər xəmirindən hazırlanmış güllərlə də bəzəyərsiniz. Bu videonun da axır hissəsinə gəldik, çıxdıq xanımlar. Fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız məmnun olaram. Allaha əmanət olun. İnşallah yeni videolarla görüşənə qədər hələlik.